Biz canlı diri aləmdə yaşayırıq. Yusabbihu lillah ma fis-semavati və ma fil-ard. Hər şey Allaha təsbihdir. Evimizin divarı bizlə düşmən olur biz günah eləyəndə. Əynimizin paltarı düşmən olur. İçdiyimiz su düşmən olur. Yediyimiz çörək düşmən olur. Vallahi düşmən olur. Bu təbii qayda qanunlardır. Hər şey canlıdır, diridir, özünə görə şuura malikdir. Hər şey dəqiq qayda üzrə hərəkət eləyir. Sən gəlib bunu vurursan, biz bunu hiss eləmirik. Bir arif adam var idi, adlarını unutmuşam, biraz mən də desəm qocalıram, yadımdan çıxır. Oxumuşdum onun barəsində. Deyir, girdim, tələbəsi danışır ki, deyir, girdim, gördüm otağında nura qərq olub. Səcdəyə gedib deyir, Subbuhun quddusun Rabbul mələikəti və ruh bu zikri deyir. Gördüm, bu dedikcə divar da deyir, daş da deyir, qapı da deyir. Gördüm, bütün aləm bunun səsinə səs verib Subbuhun quddusun deyir, mən başımı tutdum.